11 ayın sultanı Ramazana az qalıb. İstəyirəm Ramazanda iftar üçün sizə fərqli videolar paylaşım ki, bunu hazırlayıb ləzzətlə yeyə biləsiniz. Kabak deyənlər üzünü turşudanlar, kabakın ən ləzzətli halı, buna bir dəfə də belə şans verin. Mal əti, soğan, keşniş, yumru düyü, duz, istiot və sarı kökə əlavə edib belə qəşəng yoğurun. Daha sonra kabakları götürüb çəngəllə belə cızıqlar atın. Tərəvəzin əslində bizim dildə adı balqabaqdır. Sadəcə mən özüm balqabaq demirəm ki, siz bunu kabak olaraq tanıyırsınız. Kabakları 2 barmaq qalınlığında doğrayıb içərisində oyuram. İçərisini qətiyyən atmıram. Onu da soğanla çox gözəl qovurur. Üzərinə yumurta vursanız dadından doymarsınız. Həm faydalı, həm ləzzətli. Kabakları götürürük, belə bişirmə qabına alırıq. Bu yemək sobada bişəcək, dadına da ləzzət qatacaq. Tomato su ilə açıb, daha sonra üzərinə kərə yağı əlavə edib, yağlı kağızı da isladırıq və veririk öncədən istilmiş 200 dərəcəlik sobaya. Açıq etiraf edirəm ki, bu tərəvəzdən mənim xoşum gəlmir. Heç onun da məndən xoş gəlmir, amma o qədər ləzzətlidir ki, inanılmaz dadlıdır. İstəsəniz tomatlı sosla, istəsəniz də sarımsaq qatıqla dadına doymarsınız. Kabak o qədər faydalı bir tərəvəzdir ki, İnanın, bunu bilsəniz hər halını yeyirsiniz. Amma yeyə bilmirsinizsə ona bir dəfə də belə şans verin. Özünüzə yaxşı baxın, hələlik.